1600 manatadək artırılan müavinət kimə şamil edilir? Məhkumluqdan azad edilmiş sosial yardıma eyni zamanda müalicəyə ehtiyacı olan şəxslər bu müavinət növündən yararlana bilər. Bunun üçün hansı addımlar atılmalıdır? Bu ildə məbləği artırılan bir dəfəlik müavinətlərdən biri də cəza çəkmədən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki, minimum əmək haqqının artırılması ilə bağlı olaraq bu müavinətin məbləği 1380 manatdan 1600 manatadək yüksəlib. Belə ki, cəzadan azad edilən vətəndaşlarımızın bir sıra hallarda, monitorinq göstərir ki, əksər hallarda həm tibbi, həm də sosial dəstəyə ehtiyacı olur. Çünki onların bir qismi cəzadan azad olunduqdan sonra tibbi xidmət almaq ehtiyacı yaranır. Bəzi hallarda onların iş təminatında müəyyən fasilələr olduğuna görə sosial dəstəyə ehtiyacı olur və həmin vətəndaşlarımızın sosial təminatının qorunması və eyni zamanda cəmiyyətə yenidən inteqrasiyası üçün dövlət tərəfindən bir dəfəlik müavinət ödənilir. Millət vəkili bildirir ki, bu müavinətin qanunla təsdiq edilməsinə baxmayaraq ödənişlərdən istifadə edənlərin sayı çox deyil. Halbuki müraciət prosesi olduqca asandır. Azərbaycan Respublikasının vətəndaşları və burada daimi yaşayan vətəndaşlığı olmayan şəxslər bu müavinəti almaq hüququna malikdir. Cəza çəkmə müəssisəsindən azad olunmuş şəxs fondun yerli qurumlarına, eyni zamanda Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin dost mərkəzlərinə müraciət edə bilərlər. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsi ilə, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər isə daimi yaşamaq üçün icazə vəsiqəsi ilə birlikdə müraciət edə bilərlər. Eyni zamanda həmin şəxslərin nümayəndələri də bu müavinətin təyin olunması üçün aidiyyatı qurumlara müraciət edə bilirlər. Bu zaman nümayəndənin etibarnaməsi qəyyum olduqda isə şəxsin onun üzərində qəyyum təyin olunması barədə müvafiq icra orqanının qəyyumluq arayışı ilə birlikdə müraciət edə bilərlər. Müraciət etdikdən sonra isə müavinətin təyin olunması və ya imtina edilməsi ilə bağlı qərar şəxsin poçt və ya elektron ünvanına yaxud da SMS bildirişi vasitəsilə göndərilir. Qeyd edək ki, bu müavinətin verilməsində məqsəd həmin şəxsləri cəmiyyətə yenidən qazandırmaqdır.